Sizə elti ilə bir yerdə qalmağın üstünlüklərindən danışacağam. Biz işləri bölgü ilə edirik. Əgər mən mətbəxə girirəmsə, eltim təmizlik işləri ilə məşğul olur. Və yaxud da eltim mətbəxə girirsə, mən təmizlik işləri ilə məşğul oluram. Bir sözlə, əgər eltinizlə qanırsınızsa, can rahatlığıdır. Biz eltimlə həm uşaqlıqdan qohum, həm də podruqayıq. Bəs sizin eltinizlə aranız necədir? Kommentdə bildirərsiniz. Bugün qaynatam biber almışdı. Eltim təmizlik işləri ilə məşğul olarkən biz də qaynanamla qış hazırlıq etdik. Biberləri yaxşı yuyub, duzlayıb 2 saat içliyi ilə birlikdə gözlətdim. Sonra biberlərin içinə içliyini əlavə edib bankalara düzdüm. İçliyinə nələr vurduq? Kələm, kök, nanə, petruşka, acı biber, şirin biber, sarımsaq. Hamısını bir qaba doğrayıb üstünə duz tökdüm. Sirkə töküb ağızlığını bağladıq. Çox dadlı şorab olur. Sınamamısınızsa məncə sınayın. Qaynatamın bağını göstərirəm sizə. Həyətimizdə demək olar ki, bir çox meyvə var. Ərik, üzüm, gilas, xurma və s. Həyətimiz çox qəşəngdir, amma satılır. Məncə hərənin öz evi olması can rahatlığıdır. Videomu bəyənib kaydələməyi unutmayın.